Salam, hər vaxtınız xeyirli olsun. Milli Fikir və İnkişaf İctimai Birliyinin milli mədəniyyətimizin təbliğində əl əməyi yaradıcılığının rolu və inkişafı maarifləndirmə kampaniyasının təşkili çərçivəsində növbəti buraxılışımıza baxırsınız. Məlum olduğu kimi, əl əməyinin tarixi çox qədimdir. Eləcə də Azərbaycanın bir növ qədimliyini özündə əks etdirir. Məsələn, duluzçuluq sənəti belədir ki, burada əhalinin yaşayışı, köçü və digər məsələlər müəyyən naxışlarla, eləcə də xalçaçılıq sənəti müəyyən naxışlarla özünü büruzə verir. Bugün maraqlı bir qonağım var. Qonağım Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin şöbə müdiri Rəngkar Cəfər Əliquliyevdir. Cəfər müəllim, xoş gəlmisiniz. Sizi studiyamızda görməkdən çox şadam. Çox da mən məmnunam. Ümumiyyətlə, Cəfər müəllim, gəlin müəyyən qədər məsələyə ümumi yanaşaq və standart bir sualla başlamaq istəyirəm. Əl əməyi Azərbaycan mədəniyyətinə, tarixinə, ümumiyyətlə bunun təbliğinə necə təsir göstərir? Əl əməyi bugünkü gündə keçmişə qayıtsa, daş dövründən tunc dövrünə keçən vaxt zamanda oturaq həyat tərzindən başlanmış bir şeydir. Yəni ki, insan artıq torpaqla təmasda olmaqdır və əldə elədiyi materiallardan cürbəcə əşyalar başlayır düzəltməyə. Məsələn, indiki bugünkü gündə duluzçuluq deyilir, o vaxtlara hamısı əllə yığılan bir şeydir. Yəni ki, onun da biz aydın eləmək olur ki, bu hansı dövrə aid olduğunu əldə eləmək mümkündür. Və onlar yaşadığı həyat tərzindən, gördüyü işlərdən, məsələn, ovçuluq olur, əkinçilik olur, bütün o səhnələr o qabların üzərində özünə əksini göstərir. Və bugünkü gündə, müasir dövrdə deyərdim ki, biz heç nə təzə dəyişili bir şey yoxdur. Onların elədiyi işləri biz təkrarlayırıq. Yəni ki, bugünkü gündə. Bayaq adını çəkdim, Elmi Bərpa Mərkəzində. Sən də, belə deyək, tarixi və müəyyən qədər qırılmış və yaxud da ki, məhv olmuş müəyyən əşyaları və yaxud da həmin o əl əməyi məhsulların bərpası ilə də məşğulsuz. İstədim də bax, bu barədə biraz tamaşaçılara məlumat verəsiniz. Məsələn, çoxu bilmir ki, elə bir bərpa mərkəzi var Azərbaycanda. Ümumiyyətlə, 1957-ci ildə rəhmətli Fərhad müəllim tərəfindən yaradılıb. 81-ci ildə bir bərpa mərkəzi kimi özünü təsdiqləyibdir və bugünkü günlərdə fəaliyyəti davam edir. Azərbaycan bütün bölgələrində, diyarşünas muzeylərindən, ondan sonra başqa muzeylərimiz var ki, hansı ki, tanınmış sənətkarlarımızın ev muzeylərindən, oradan gələn əşyaları biz bərpa edirik. Ən çox da demək olar ki, keramik qablardır, xalça işləridir, tikmə işləridir, metaldır, taxtadır və s. Bəs o bərpa zamanı həmin o əşya eroziyaya məruz qalmır. Məsələn, həminki belə deyək, əşyanın hazırlandığı material və indi olan müasir material. Bunlar necə bir-birini tənzimləyə bilir, tarazləyə bilir? Bunun əsasında da bizdə demək ki, elmi şöbə var və elmi şöbə qiymətləndirir və bizim orada kimyaçımız var, bioloqumuz var. Və onların üzərində hansı fəsadlar törənib, əşyaların üzərində elmi işlərlə məşğul olurlar və nəticədə və bərpaçıya təqdim olunur. Yəni, bizim ümumiyyətlə şuramız var, idarəmizə yığılır, hamı bir yerdə bir işin üzərində nələr görülməlidir və nəticədə o işin üzərində bərpaçı və götürür bu işi, başlayır bərpa eləməyə. Yəni ki, elmi şöbə ilə, bioloqla bir yerdə, kimyaçı ilə də bir yerdə. Bəs Cəfər müəllim, ümumiyyətlə ölkəmizdə ənənəvi əl sənətkarlığının hansı sahələri var və onların tarixi nə qədər qədimdir? Deyərdim ki, bugünkü gündə keramikadır, birinci növbədə. Yəni ki, bizim sırf qədim dövrə aid olduğumuzu, deyərdim, indi bir də şeydə anladım deyimsə, hələ bunu çox da nə qədər varlı bir sərvətimiz olduğunu biz anlamırıq, anlamağa çalışmırıq. Dünyada 128 gelin rəngi varsa,
Onun 98 Azərbaycan təşkil edir. Yəni ki, müqəddəs bir torpağımız var. Və bunun əsasında da o vaxtki dövrlərlə bunlar əldə elədiyi materialları, məsələn, bəzi yazılarda fikir vermişəm, mütaliə etmişəm, məsələn, o vaxtki dövr, Neolit dövrünə desək, uzatsaq, deyirlər ki, onlar görə bunlar Tunc dövrünə yaxınlığında. Bunlar duzlarla işlənir. Duzlarla işlənir. Əsasən, Xızıda, əgər olmuşsa Xızı dağlarına fikir versəz, orada bütün metallar, duzlar var. Xrom var, nikel var, mis var, dəmir var, alüminium var. Onlar öz rənglərinə görə fərqlənir. Və onun əsasında da bütün o gördüyümüz rəsm məsələləri deyək də, qabın üzərində. Onlar özlərini görür, gilin rəng açığından tündünə kimi göstərir. Hələ bu desəm, indi Əhmədlidə qara gil var. Biz onu göy gilabı deyirik. O pişəndə tünd şokolad rənginə çıxır. Yəni ki, onun əsasında da, indiki bugünkü də anqob deyirlər də, o anqobun əsasında işin açığından tündünə və bütün rəsmləri orada çəkmək olur. Yəni ki, bugünkü də biz istifadə edirik duzlarla. Yəni ki, o dövrlərdə o yox idi. O günkü də bizə çatan o əsas gilin özüdür. Və tariximizi də bugünkü də yaşadan keramikanın əsasındadır. Bütün məsələn, xalça da, tikmə də, taxta da, metal da, bunlar vurub, çürüyüb gedə bilər. Amma keramika yox. Siz həm də qeyd edədiniz ki, yəni bu həm də bizim tariximizi göstərir, qədimliyimizi göstərir. Mən üçün kimlik məsələsi də önəmlidir. Ümumiyyətlə bu əl sənətkarlığı milli kimliyimizin təbliğində və yaxud da təsdiqində nə kimi rol oynayır? Yəni bir Azərbaycan xalqı olaraq və yaxud da bizim ölkəmizdə yaşamış köçəri xalqlar olub, müəyyən qədər işğallar olub, həmçinin burada milli kimlik məsələsi, türkçülük məsələsi bu özündə necə daşıyır həmin belə desək bizim əl sənətkarlığı, bu nümunələri? Mən biraz başqa cürə yanaşıram. Demək, kimliyimizi deyəndə biraz antik dövrü götürək də. Antik dövrdən bugünkü günə kimi bizə Qafqaz Albaniyası deyək. Yəni ki, böyük təsiri olubdur Rimlərin. Onlar məsələdə hər dəfə eləyəndə biz elə bil ki, körpə arasında olmuşuq. Biz məsələ öz işlərimizi də, sənətkarlığımızı həmişə necə deyəm, təcavüzə məruz qalıb bu torpaq. Bugünkü məsələ ən çox da maraqlı gəlir ki, Qafqazda aydınlaşdırsa, Türkiyədə, Özbəkistan bunların geyimləri özlərini saxlayır. Amma bizi bilinmir. Bizdə bilinmir. Hansı dövrə, hansı kimlərdənik. Nə indiki İran, o vaxtki Pers ərazisidir, nə də indiki məsələcə Qafqaz ərazisidir. Onlara biraz mənə aydınlıq gəlmir, çaşqınlıq əmələ gətirir ki, biz kimlərdənik? Əslində qalsa qanımıza, genetikasımıza baxsa biz türklərik. Cəfər müəllim, ümumiyyətlə məsələn, əvvəllər emalatxanalar olurdu, düzdür, indi də var, amma indi bu şəkildə deyil. Əvvəllər böyük emalatxanalar olurdu. Hətta biz tarixə baxsaq, emalatxanalarda satışlar həyata keçirilirdi. İnsanlar müəyyən qədər maraq kəsb edirdi, ora axın edirdi və emalatxanalarda həmçinin şagirdlər olurdu. Yəni usta-şagird münasibətləri, hətta müəyyən məktəblər var idi. Tutalım Şirvan məktəbi və yaxud da Bakı məktəbi, hətta Bakının bəzi kəndləri belə xüsusi tanınırdı bu əl sənətkarlığı istiqamətində. Sonra dövr dəyişdi, müasirləşmə oldu, təhsil yarandı. Artıq biz keramikanı təhsil müəssisələrində görürük və yaxud da heykəltaraşlıq, dizayn və s. Ümumiyyətlə, yenə də mən düşünürəm ki, olmalıdır. Yəni bu ənənə davam edir. Amma nə dərəcə davam edir, sizdən soruşmaq istəyirəm. Bugün Azərbaycanda ustad-şagird münasibətləri bu sahədə varmı? Deyərdim ki, yoxdur. Çox az təşkil edir. Amma var, az da olsa var. Var. Çox az təşkil edir. Məsələn, deyəlim, indi 2 il mən Şəkidə oldum. 2 il ərzində onların deyək ki, dobu deyək də, piti qabları. Həmən o dobuna bir ailə məşğul olur o işlə. Amma da Şəkidə bir ailə... Hə, bir ailə məşğul. Başqaları da var. Amma o bir ailə tanınmış ailə olduğuna görə elə bir evladlarına ötürürlər. Nəsildən nəslə də bilirsən. Məsələn, heç kəsə öyrətmirlər. Ondan sonra gəldi şəbəkə. Şəbəkə ilə gələndə yenə də orada bir nəfər var, Teymur dayı. Və məsələn, o
oğlunu öyrədir. Yəni ki, insanlarda o qədər istək də yoxdur. Maraq da yoxdur ki, Sizcə öyrənmək. niyə? Bəlkə burada maddi məsələlər var. Yəni ümumiyyətlə bu sahədə pul qazanmaq olurmu? Yəni inkişaf etmək olurmu bu sahədə? Maddi baxımdan. Əsasən bugünkü gündə bütün işlər daha bizdən əvvəlki dövrlərdə baxsa, hər maddiyyətin üzərində qurulur. O maddiyyət olmasa, orada gəlir olmasa, insan o işdən soyuyur. Amma çox az adam tapılar ki, o sənətin vurğun olsun ki, yəni hobbi kimi baxsın da. Hobbi kimi yox. O insan eləncədə yaşayır. Hə, o sənətlə sırf o sənətlə özünü yaşayır. ona bağlayıb bir növ. Ya biri ondan yaşayır. Bəs necə düşünürsünüz? Ümumiyyətlə bu sahədə inkişaf eləmək, yaxşı pul qazanmaq mümkündür? Mümkündür deyəndə sadəcə elə bir təşkilat qurulmalıdır ki, məsələn Gürcüstanda bu şərait yaradılıb. Gürcüstanda bu şərait yaradılıb və rəssamlar məsələn o işlə məşğul olurlar və zərgərlik işi də, keramikada. O necə qurulur? Məsələn, hazırlayırlar və təhvil verirlər, satıb. Dövlət tərəfindən dəstək var. Yəni ki, bu dəstək əsərin satılması istiqamətindədir. Əsər satılır. Bəli. Və dövlət tərəfindən məsələn ondan başqa da orada qaleriyalar var ki, o qaleriyalar sırf o rəssamlarla, sənətkarlarla iş görür. Bəs ölkəmizdə necə? Ümumiyyətlə, valideyn bir platform var ki, məsələn, Cəfər müəllim girsin, əl nümunəsini orada nümayiş etdirsin, satsın, xaricilərə tanıtsın. Elə bir şərait varmı bizdə? Bizə o şəraiti deyərdim ki, yoxdur. Hər rəssam, hər sənətkar öz sosial şəbəkəsi var və orada paylaşır. Yəni ki, bizdə qaleriya anlayışı deyilən bir şey yoxdur. Bəs bizdə ümumiyyətlə belə sərgilər təşkil olunmurmu ki, məsəl üçün ənənəvi sərgilər orada satışa çıxarılsın, tutalım kitab sərgiləri olur. Birinci, ikinci kitab sərgiləri olur. Bu ildə neçə dəfə olur o? Nə? Kitab sərgiləri. Bir neçə dəfə olur. Sonunda daha çoxdur. Məsələn, eyni qaydada da il ərzində 2-3 dəfə olsa, satış sərgiləri böyük şeydir. Yəni kitab sərgiləri 2-3 dəfə olur. Bəs sizdə necə? Bu əl əməyi sərgiləri təşkil olunurmu? Bizdə o şey olmur. Olanda da xəbərimiz olmur. Yəni məhdud çərçivədə olur. Məhdud çərçivədədir. Cəfər müəllim, ümumiyyətlə bu əl sənətkarlığı sahəsində tanınmışlar kimlərdir və onların sənətkarlığının xüsusiyyətləri nələrdir ki, onlara tanınmış edib? İndi bugünkü gündə deyim, keramikada desək, deyərdim ki, Azərbaycanda keramika panisi deyərdim. Müəllimim olduğuna görə yoxdur. Oradan əsl sözünü əsəməsə, Mir Teymur Məmmədovdur. Ondan sonra Nailə Sultandır, Salih Məmmədovdur. Yəni ki, bunlar keramika üzərində rəsm əsəri çəkənlərdir. Yəni ki, onların indiki bugünkü gündə tələbələr var. Yəni ki, bir neçə il bundan qabaq, 10 il ərzində deyim də, keramika o qədər maraq yox idi. İndi hal-hazırda keramika maraq oyanır. Ən çoxlarda qızlar, qadınlardır. Xanımlardır, bir sözlə deyim. Yəni, kişilərdə isə biraz başqa cürədir ki, həmişə kişilər madiyyətə qaçır. Keramikanın da əsasını götürsək, onları dedik ki, genetik tərəfdən götürsək, qadınların o yaddaşlarında, qan yaddaşlarında qalıbdır və onlar da həmişə keramika meyilli olublar. Bəs Cəfər müəllim, ümumiyyətlə əl işlərinin hazırlanmasında hansı materiallardan istifadə olunur və bu materiallar, belə desək, mədəni irsimizlə necə bağlıdır? Əvvəlki xalça ilə desək, əvvəllər necə idi? İnsanlar o yonu əldə eləmək üçün bir texnologiya var. Təbii materiallardan istifadə edirdilər. Ondan sonra, necə deyimsə, qırmızı gilin özündən, rənginə görə. Ondan sonra yarpaqlardan, necə deyimsə, cürbəcür elə təbii rənglər, təbiətin yaratdığı rənglərdən istifadə edilir və onu rəngləyirlər və o xalçada özünü yerir. Keramikada isə biz özümüz gedib, məsələn, indi hal-hazırda şəxsən biz özümüz də elə məşğul, gili özümüz əldə edirik. Ümumiyyətlə, Cəfər müəllim, əl sənətkarlığının daha da inkişaf etməsi üçün, belə deyək, bizim sənətkarların məhsullarının xarici bazara çıxması üçün hansı innovativ layihələr təklif edə bilərsiniz ki, məsələn, biz bunun üzərində işləsək və yaxud da ki, digər qurumlar bu məsələdə maraqlı olsa, bizim sənətkarlar da sözün yaxşı mənasında gün görərlər. 2019-cu ildə Şəkidə keramika mərkəzi, indi Abadın layihəsi yox, Mir Teymur Məmmədovun layihəsi əsasında orada bir simpozium keçirdi, keramika simpoziumu. O keramika simpoziumda 18 dövlətə yaxın iştirakçılar oldu.
Və bugünkü gündə də ki, hal-hazırda da ki, onların necə deyimsə, marağı o qədər yaxşı idi ki, hələ çox vaxt özləri də deyirdilər ki, hələ indiyə kimi də deyirlər, hələ belə bir simpozium olmamışdı. Bu simpoziumlar Azərbaycanda çox vacibdir. Sənətkarlarımızı tanıtdırmaq üçün, başqa dövlətlər üçün. Biz elə ki, oturmuşuq evin içində, çöldən xəbərimiz yoxdur. Amma bizi evə qonaq dəvət etmək lazım ki, qonaq bizim haqqımıza çox söylər. Bizim tariximizi öyrənsinlər, sənətlərimizi, sənətkarlarımızı öyrənsinlər, bizim yaşayış tərzimizi öyrənsinlər və bunun hesabına daha da çox bizi tanımış olarlar və bizim sənətkarlarımızı tanımış olarlar. Yoxsa qalmışıq bir qatarın içində, amma qatar yerindən tərpənmir. İnşallah bir gün tərəfənlər Allah qoysa. Yəni ki, proyektlər hazırlamaq lazımdır ki, o proyektlər ki, doğrudan da Azərbaycan sənətkarlığının inkişafına çox böyük təsir olsun və daha da inkişaf eləsin. Sənətkarlıq deyiləncə də hər şey madiyyətə bağlıdır. Verilişimizin sonuna yaxınlaşırıq. Cəfər müəllim, bir sual da məni çox maraqlandırır. Ümumiyyətlə, mən düşünürəm ki, hər bir şeyin əsası təhsil təşkil edir. Çox güman ki, sizin də şöbə müdürü olduğunuz Elmi Bərpa Mərkəzində tələbələr praktikaya gəlirlər. Ümid edirəm ki, gəlirlər. Ümumiyyətlə, siz yəqin ki, görürsünüz onları. Necədir? Müasir təhsil tələbləri ödəyirmi? Düzünü deyəcəm. Təbii ki, burada düzlər danışır. Bugünkü gündə təhsil heç nə ödəmir. Çox aşağı səviyyədədir. Bu bir. İkinci, gələn tələbələrdir. Bilmədiyi şeyləri ki, məni necə öyrədiblərsə, mən də qaytarmalıyam onu, özümdə saxlamamalıyam. Və öyrətdiklərimi də ki, bugünkü gündə məsələn bir işçimiz var, təzəcə 2 il olacaq, tamam olacaq. Bu muzey üzrə oxuydu İncəsənət Muzeyində, muzey işçisi üzrədir, deyək də, muzeyşünasdır. Hal-hazırda indi bərpaçı rəssam kimi fəaliyyət göstərir. Məsələn, bir tələbəmiz də var ki, yəni ki, o da bir işçi kimi qəbul olmuşdu. O da həmçinin rəngarlıq üzrə gəlmişdi. Meyli oldu keramikaya. Hal-hazırda onlar öz işlərini göstərir. Fəaliyyətdə, hal-hazırda öyrətdiyimiz, nə öyrətmişik, onları doğruldurlar. Cəfər müəllim, təşəkkür edirəm. Gəldiniz, vaxt ayırdınız, maraqlı bir mövzu ətrafında fikirlərinizi bizimlə bölüşdünüz. Hörmətli tamaşaçılar, bugünlük verilişimiz bu qədər idi. Cəfər müəllimlə ümumiyyətlə əl sənətkarlığının tarixindən, müasir dövründən, təhsilindən, usta-şagird münasibətlərindən söhbət açdıq. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə. Sağ olun.